Bəzən ola bilər ki, terapiya prosesində müəyyən qədər özünü narahat hiss eləyəsən və yaxud da nələrinsə yolunda getmədiyini düşünəsən. Bu psixoloq barədə ola bilər və yaxud da hal-hazırda irəlilədiyiniz yolun gedişatı barədə ola bilər və bu hiss elədiyin duyğuları sənin üçün psixoloqunla bölüşmək və yaxud da o barədə danışmaq çox çətin gələ bilər. Və düşünə bilərsən ki, mən bunu bölüşsəm, psixoloqum səhv başa düşə bilər məni və yaxud da ki, bunu bölüşməliyəmmi? Bu kimi qərarsızlıqların ola bilər. Amma bütün bu geri bildirimləri, bütün düşüncələrini psixoloqunla bölüşmən əslində psixoloqun üçün də, sizin hal-hazırki getdiyiniz yolun gedişatı üçün də çox faydalı ola bilər. Əgər hal-hazırda getdiyin psixoloq peşəkar və professional biridirsə, səndən aldığı geri bildirimləri seans içərisində çox rahatlıqla müzakirə edəcək və yaxud da ki, hansı formada irəliləmək istəyirsinizsə, yenidən terapiyanın gözləntilərini bir daha gözdən keçirəcək və sizin düşüncələrinizi də ön planda tutaraq yeni bir yol izləməyə başlayacaq. Buna görə də, əgər sən də hal-hazırda belə bir sürəcin içərisindəsənsə, heç düşünmədən bütün bunları psixoloqunla bölüşə bilərsən.